Gələcəyin MRT-si suda olacaq. Necə, niyə bilmək istəyirsinizsə, diqqətlə sona qədər bizə baxın. Sav televiziyasında tibb xəbərlərinin vaxtıdır, studiyada Günel İbadovadır. İndi isə digər xəbərlərin başlıqları ilə tanış olaq. Tez-tez daranmaq saçlara ziyandır. Saç mifi təkzib edildi. Cəmi 1 dəqiqəyə bütün bədənin ultrasəs xəritəsi çıxarılacaq. Süni intellekt şirkəti MRT-yə rəqib texnologiya təqdim etdi. Türk cərrah İngiltərədə tarix yazacaq. Beynəlxalq konqresdə canlı əməliyyat edəcək. Fikirləri kompüterə ötürən simsiz implant insan beyninə yerləşdirildi. İlk dəfə barmaqları şıqqıldatmaq təhlükəlidirmi? Elm cavab verir. Məşhur Midjourney platforması elan edib ki, Medical adlı bir proqram istifadəyə verir və orada su vasitəsilə MRT müayinələrini icra edə biləcəklər. Qulağa qəribə səslənir, alimlər hələ də bunun uzun illər mümkün olmayacağını deyir, amma şirkət iddia edir ki, uzağı 3 ildən sonra bütün MRT-lər məhz bu cür olacaq. Baxın, fikrinizi sosial şəbəkələrdən bizə yazın. Cəmi 1 dəqiqəyə bütün bədənin ultrasəs xəritəsi çıxarılacaq. Süni intellekt əsasında şəkil yaratma texnologiyası ilə tanınan Midjourney fəaliyyət sahəsini genişləndirərək tibbi görüntüləmə bazarına daxil olduğunu elan edib. Şirkət yeni yaradılan Midjourney Medical bölməsi çərçivəsində insan bədəninin cəmi 60 saniyə ərzində tam ultrasəs müayinəsini həyata keçirə bilən innovativ skaner hazırladığını açıqlayıb. Məlumata görə istifadəçi xüsusi platformada suya indirilir və bədənindən müxtəlif bucaqlardan göndərilən ultrasəs dalğaları vasitəsilə 3 ölçülü görüntü əldə olunur. Sistem əzələlər, yağ toxuması, sümüklər və daxili orqanlar haqqında ətraflı məlumat toplayaraq bədənin xəritəsini yaradır. Şirkət bu texnologiyanı ultrasonik KT adlandırır və onun radiasiyasız, sürətli görüntüləmə imkanı təqdim etdiyini bildirir. Mütəxəssislər texnologiyanın perspektivli olduğunu qəbul etsələr də, onun hazırda MRT-ni tam əvəz edə biləcəyinə dair kifayət qədər elmi sübutun olmadığını vurğulayıb. Bildirilib ki, cihaz hələ diaqnostik məqsədlər üçün tənzimləyici qurumların təsdiqini almayıb. Türkiyəli professor Oktar Asoğlu İngiltərədə əməliyyat icra edəcək. Canlı-canlı. Minlərlə həkimin qarşısında, üstəlik milyonlarla insan bunu canlı da izləyəcək. Robotik cərrahiyyədə bu yeni əməliyyat haqqında detalları isə xəbərdən biləcəksiniz. Türk cərrah İngiltərədə tarix yazacaq. Robotik xərçəng cərrahiyyəsi sahəsində fəaliyyəti ilə tanınan Türkiyəli professor Oktar Asoğlu İngiltərədə keçiriləcək 10-cu Portsmouth kolorektal konqresində canlı əməliyyat həyata keçirəcək. O, bu nüfuzlu tədbirdə Türkiyə adından belə bir missiyanı yerinə getirən ilk cərrah olacaq. Tədbir həm konqres salonunda, həm də onlayn platformalar vasitəsilə minlərlə həkim tərəfindən izlənəcək. Professor Asoğlunun sözlərinə görə canlı əməliyyat rektum xərçəngi cərrahiyyəsinin əsas texnikasını formalaşdıran 90 yaşlı məşhur cərrah Bill Shields'in moderatorluğu ilə baş tutacaq. Təxminən 2,5 saat davam edəcək əməliyyat zamanı sahənin aparıcı alimləri prosesi izləyərək müzakirələr aparacaq. Professor bildirib ki, o daha əvvəl Rusiya, Avropa və Asiyada keçirilən elmi konqreslərdə də canlı əməliyyatlar həyata keçirib. Lakin İngiltərədəki bu tədbir xüsusi əhəmiyyət daşıyır. Belə ki, o xarici ölkədə keçirilən beynəlxalq konqres zamanı xarici pasiyenti əməliyyat edən ilk Türk cərrah kimi tarixə düşəcək. İnsan beyninə tamamilə simsiz interfeyslərin yerləşdirilməsi prosesi başlandı. Bəli, artıq beyni müayinə etmək üçün uzun-uzadı şnurlara ehtiyac yoxdur. Kifayət qədər uzaqdan idarə olunan çiplərin yerləşdirilməyi kifayət edəcək. Bu nə üçündür deyirsinizsə, sualın cavabını indi biləcəksiniz. Amerika Birləşmiş Ştatında həkimlər ilk dəfə insan beyninə tam simsiz neurointerfeys implantasiya ediblər. Yeni texnologiya beynin fəaliyyətini xarici qurğulara ötürmək üçün beyindən keçən naqillərə ehtiyac duymur və beyin kompüter interfeyslərinin inkişafında mühüm addım hesab olunur. Mütəxəssislərin sözlərinə görə implant beynin elektrik siqnallarını toplayaraq onları simsiz şəkildə xarici sistemlərə ötürür. Bu cür texnologiyalar gələcəkdə iflic xəstələrinin ünsiyyət qurmasına, protezləri idarə etməsinə
öyrənməsinə, həmçinin nitq və hərəkət funksiyalarının bərpasına kömək eləyir. Yeni nəsil simsiz beyin kompüter interfeyslərinin əsas üstünlüyü infeksiya riskini azaltması, pasiyentlərin gündəlik həyatını daha rahat etməsi və uzun müddətli istifadəyə uyğun olmasıdır. Tədqiqatçılar hesab edir ki, bu istiqamətdə əldə olunan nailiyyətlər neyrotexnologiyaların tibbi tətbiqlərini əhəmiyyətli dərəcədə genişləndirəcək. Barmağımızı şıqqıllatmaq bir çoxlarımızın adətidir. Bir alim isə həqiqətən də qocalanda əl əsir yoxsa yox bunu yoxlayıb. Necə? Düz 60 il sol əlinin barmaqlarını gündə bir neçə dəfə şıqqıldadıb, sağ ələ isə demək olar ki, toxunmayıb. Nəticəsi nə olub bilmək istəyirsinizsə, izləyin. Barmaqları şıqqıldatmaq sağlamlığa zərərli olduğu və artritə səbəb olduğu barədə fikirlər geniş yayılıb. Lakin elmi araşdırmalar bu iddianı təsdiqləmir. Mütəxəssislərin sözlərinə görə eşidilən səs sümüklərin bir-birinə dəyməsindən yaranmır. Oynaqları əhatə edən sinovial mayedə həll olunmuş karbon qazı, azot və oksigen kimi qazlar mövcuddur. Oynaq dartıldıqda təzyiq azalır, qaz qabarcıqları əmələ gəlir və onların sürətlə yaranması və ya çökməsi xarakterik çıt səsinə səbəb olur. Bu mövzuda ən məşhur təcrübələrdən birini Amerikalı alim Donald Unger aparıb. O təxminən 60 il ərzində yalnız sol əlinin barmaqlarını mütəmadi olaraq şıqqıldadıb. Sağ əlini isə toxunulmaz saxlayıb. Sonradan hər iki əli müqayisə edən alim artrit və ya digər ciddi fərqlərin olmadığını müəyyən edib. Bu qeyri-adi araşdırmaya görə o Şnobel mükafatına layiq görülüb. Saç daramağı bir çoxlarımız xeyirli və gigiyenik bir proses kimi bilirik. Amma alimlərin yeni araşdırması bir çox müəmmalı məqamları üzə çıxardıb. Nəyə görə saç daramamışdan əvvəl bir neçə dəfə oturub düşünməliyik sualının cavabını da indi bilin. Tez-tez daranmaq saçlara ziyandır. Saçların tez-tez daranmasının onların daha sürətli uzanmasına kömək etdiyi fikri uzun illərdir geniş yayılıb. Lakin BBC Future-da dərc olunan araşdırmaya görə mütəxəssislər bu iddianın elmi əsasının olmadığını bildirir. Amerika Birləşmiş Ştatları və Avropadan olan alimlərin araşdırmaları göstərib ki, saçların həddindən artıq daranması onların böyüməsini sürətləndirmir. Əksinə, kobud və güclü daraq hərəkətləri saç telində mikrozədələnmələr yarada bilər, qırılma və ucların haçalanması riskini artırır. Dublin şəhərində yerləşən Trinity Kollecinin mühəndislik fakültəsinin professoru David Taylor'ın sözlərinə görə saçın zədələnməsində əsas amil daraq hərəkətlərinin sayı deyil, tətbiq olunan qüvvədir. Bununla yanaşı mütəxəssislər saçların ümumiyyətlə daranmamasını da düzgün hesab etmir. Mütəmadi daranma dolaşıqların yaranmasının qarşısını alır, tökülmüş tüklərin və baş dərisində yığılan çirkin təmizlənməsinə kömək eləyir. Araşdırma müəllifləri düz və dalğalı saçlara malik şəxslərə saçları gündə 1-2 dəfə ehtiyatla daramağı tövsiyə edir. Mütəxəssislər bildirirlər ki, qıvrım və buruq saçlar isə yalnız nəmləndirici vasitələrin köməyi ilə, əsasən yaş vəziyyətdə daranmalıdır. Saç tipinə uyğun olaraq və fırça seçimi də saç sağlamlığının qorunmasında mühüm rol oynayır. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilməyi hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü də, doğmalarınızı da qoruyun. Sağ olun, salamat qalın.